İstənilən say sistemindən onluğa keçmək üçün kod. İstənilən say sistemindən onluğa keçməyi bilirik necə olduğunu. Məsələn, ilk olaraq 8-lik say sistemindən başlayaq. Belə bir ədəd qoyaq. 3, 6, 5 ədəd. 8-lik say sistemində. Bu ədədi onluq say sisteminə çevirəndə bilirik ki, üstündən 0, 1, 2 yazırıq və sonra başlayırıq 3 vurmağa, toplamağa. 3 vur 8-in kvadratı, üstə gəl 6 vur 8 üstü 1, üstə gəl 5 vur 8 üstü 0. Ədəd klaviaturadan daxil olmalıdır. N yazarıq və nə yazarıq bura? Klaviaturadan daxil olmağına görə. Int im. Bax, int input yox, input yazmalıyıq. Çünki biz ola bilər ki, 8-likdən yox, 16-lıqdan da keçək. Düzdür, ahı. Bəli. Və orada hərflər də ola bilər. Yəni, A, B, C, D, E. Düzdür, onlar 16-lıq say sistemi üçün rəqəmdir, amma Python üçün hərfdir. Buna görə də onları inputla daxil etmək lazımdır. Və int dediyimiz şey əslində onluq say sistemi bildirir. Ona görə digər say sistemlərini gərək string kimi qeyd edək. Integer onluq say sistemində olan tam ədədləri bildirir bizə. Yəni 8-likdə, 2-likdə, 16-lıqda olan şeylər string kimi görsənməlidir. Elə görsənirlər. Bu belə. Sonra indi bunu elədik. Söhbət hasillərin cəmindən gedir də. 3 vur 8-in kvadratı, 6 vur 8 üstü 1. S yaradacağıq, sıfırdan başladacağıq. Ondan sonra siz indi bu 365-i string kimi götürürsünüz də. Onun içində gəzin. Bunun yolunu forla deyəcəm. For x in n. Bizə gələn x-lər nələr olur? Ahu. N'in içərisindəkilə. Rəqəmlər. Ədədin Rəqəm. rəqəmləri. 3, 6, 5. Bunu while-la deyə bilmərəm amma sizə. Məsələn, bir alqoritm var ya, while n böyüdü 0, r bərabər n faiz 10. Bunu deyə bilmərəm. Bilirsiniz də niyə? Çünki indi hərf də ola bilər. Bəli. Deyirsən. Sabah bu olsa ABC ədədi. Mən bunu nətər 10-a bölüm A götürüm. Onluq say sistemində olan bir şey olsaydı eləyə bilərdim onu. Ona görə bunu formla deyirik. Və bizə nə lazımdır? Cəmləmək. Cəmləməyin bilirsiniz ki, S bərabər S plus, bu tərəfini bilirsiniz. Belə başladırıq. Nələri cəmləyəcəksə bu plusdan sonra qoyuruq. Nələri? Birinci cəmləyəcəyimiz şey 3 vur 8-in kvadratıdır da, hə? Bu şablonu yazaq burada və buna əsasən hərəkət edək. İndi 8-lik say sistemi deyə hələ ki 8-ə dəymirik, bunu olduğu kimi saxlayırıq. Amma bu 3 ilə 2 hər dəfə dəyişəcək. 2 sonra 1 olacaq, 8 üstü 1. Bu sonra 0 olacaq, 8 üstü 0. Deməli, bura bir dəyişən qoymaq lazımdır. Və 3-də sonra gərək 6 olsun. 6 vur 8 üstü 0. Sonra gərək 5 olsun. 5 vur 8 üstü 1. Dəyişməlidir. Birinci bu 3-ü həll edək. Bunun yerinə x qoyaq. Düzdür? Intiqs olmalıdır mən. Bəli. Çünki əgər n stringdirsə, bu 3, 6, 5 kimi gəlirsə, bu x onda nə olur? 3 olur. Və string kimi olur. Bu bizə problem yaradır. Bəs Buna görə də int müəllim bu x indi yazmalıyıq. hərf olsa biz onu nətər rəqəm kimi yazaq? Hə, indi hələlik 8-lik say sistemindən çevirdiyimizə görə belə göstərirəm. Birazdan onu da deyəcəm. Maraqlı üsulu var. 2 də sonra 1, sonra 0 olacaq. Deməli, gəlin bunu necə eləyəcəyimizi tapaq. Bu əgər 4 rəqəmli bir ədəd olsaydı, məsələn belə olsaydı, onda bu 3, 2, 1, 0 olaraq başlayacaqdı, 3-dən başlayacaqdı. Bunun bu yuxarıdakı qüvvətlərin nədən başlaması nədən asılıdır? Hansı rəqəmdən başlaması nədən asılıdır? Uzunluğundan asılıdır. Bəli. Məsələn, indi ədədin uzunluğu nədir? 3. Bir Q dəyişəni yaradaq. Q qüvvət sözünün baş hərfi olduğuna görə belə yaradaq. Və indi ilk dəfə 8-in kvadratına vuracağıq da. Əgər biz len tapsaq, len bizə 3 verir. Ədədin rəqəmlərinin sayı 3-dür. Ona görə nə etməliyik? Sıx bir. 1 çıxmalıyıq. 3 çıx 1, 2.
Ya bu 2-nin əvəzinə də 2-nin əvəzinə də 2 qoyuram. Amma mən bunu hər dəfə 2 kimi saxlasam, o hər dəfə 8-in kvadratına vuracaq. Ona görə nə edirəm? Ona böləcəyik də. Niyə onu 1 bilək? bərabər 2 çıxır 1. Hər dəfə bir-bir azaltmayaq yuxarıda. Hə, başqa cür. O başqa şeydir. Hə, bildim hə. O ədədin son rəqəmi silməkdir. Hər dəfə bir-bir azaldırıq. 2, 1, sonra 0 olur. Belə. İndi print eləyək. S. S burada bizə onluq say sistemli olan ədəd verəcək. Ədədi daxil eləyək. Yəni tanış olan ədəd daxil eləyək. Məsələn 6, 2. 6, 2, 50 verir. 6 vur 8, 48. Üstə gəl 2, 50. Görürüz 50 verdi. Sonra məsələn nə daxil eləyək? 1, 2, 3, 83 verəcək. 1-i 8-in kvadratına vuranda 64, 2-ni 8-ə vuranda 16, 64, 16, 80. Bu da 3. 83. Normal şəkildə işləyir. 8-lik say sistemi üçün. Yəni, bu ümumiyyətlə 2-dən 9-a qədər olan say sistemləri üçün işləyir. 9-luq üçün də işləyəcək. Yəni, onluğun özü üçün də işləyəcək. Onluqdan onluğa çevirmək istəsəz. Hə, təbii ki, söhbət burada 8 olmamasından gedir. 9-luğa girsə 9 yazmalısınız. İndi biz bunu elə dəyişək ki, bu istənilən say sistemi üçün işləsin. Onda artıq burada xüsusiləşdirmələr aparmalıyıq. N-ə deməliyik ki, ədədi daxil edin. Və bir dənə də başqa A yazaq, məsələn. Say sisteminin əsası olsun. Bu int input olmalıdır. Burada yazaq, ədəd hansı say sistemindədir? Hətta proqramı daha da maraqlı eləmək üçün bura yaza bilərik ki, onluq say sistemində belə. Burada bunun əvəzinə A qoyuram. A üstü 2. Yəni 8 yox, artıq A. Say sisteminin əsası nədirsə o. İşlədirəm. Ədədi daxil edirəm məsələn. 5, 2. Hansı say sistemindədir? 9-luqda məsələn. 9 vur 5, 45, üstə gəlir ki, 47. Yazır, onluq say sistemində bu 47-dir. Bax, bu cür. İkili say sistemindən bir ədəd çevirək. 1, 0, 1, 1, 0. 16, 4, 2. 22. Deyək ki, ikili say sistemindədir. Verəcək bizə 22. Sual olan var burada? Müəllim, bəs ora hərfdə daxil ediləndə o da belə intə çevrilir. Yox, çevrilə bilmir. Ona görə hələ ki 16-lıq falan vermədim. İndi 16-lıq say sistemi üçün işlədək bunu. Təbii ki, 16-lıq say sistemi üçün işlətsək, məsələn, n-ə daxil olsa belə bir şey, ABC, onda bu x-a olur axı. A-nı intə geri çevirmək olmur, xəta verəcək. Int funksiyası ancaq belə tam ədədlərlə işləyə bilir. 54, -54, məsələn. Ancaq bunlar üçün işləyir int funksiyası. Onda başqa bir şey eləmək lazım. Bir sətr yaradırıq. Adını qoyuruq digits. Belə digits-ı qoya bilərik. Digits, yəni rəqəmlər. Və burada 16-lıq say sisteminin rəqəmlərini yazırıq. Stringdir bu. Yazdıq. İndi nə edəcəyik? Int x əvəzinə nə eləyə bilərik? A verəndə nə versin bizə? A deyəndə. 10. 10 verməlidir də. B deyəndə 11, C deyəndə 12. Maraqlıdır ki, bunların indeksləri elə belədir. Bu, sırf buranın sıfırla başlaması ilə bağlıdır. Sıfırın indeksi sıfırdır, birin indeksi 1-dir, 2-nin indeksi 2-dir. Bu 9-a qədər belə gedir, 9-un indeksi 9-dur. A-nın indeksi 10-dur, B-nin indeksi 11-dir, C-nin 12, D-nin 12, 14, F15.
Elə olduğu kimi. Onda siz burada indeks tapan funksiyalardan birini istifadə edə bilərsiniz. Məsələn, hansı funksiya? Find. Sətirlərlə find işlədə bilərik, ona görə find işlədə bilərsiniz. Siyahı olsaydı olmazdı ha. Deməli, digits nöqtə find x. Bu bizə o x-in indeksini verəcək. Və heç bir əlavə dəyişikliyə ehtiyac yoxdur. Gəlin işlədək. Yazaq AB 16-lıqda. A 10-dur. 10 vur 16 160. Üstəgəl 1. Üstəgəl 11 171. Ver 171. İndi fikirləşə bilərsiniz ki, rəqəmdə nəsə eləsin. Elə adamlar var ki, qorxurlar ki, rəqəmlərdə işləməz. Başqa-başqa metodlar tətbiq edirlər. Ehtiyac yoxdur ona. İndi rəqəmlərlə qoyun məsələn. 2, 3. 2 vur 16 32. Üstəgəl 3 35. Belə. Normal qaydada işləyir. Çünki siz bura deyəndə ki, bax bu 2-3 gəlir bura. O gedir baxır 2-nin indeksinə. 2-nin indeksi nədir? 2. Vəssalam. Elə bizə 2 vur 16 üstə 1-i verir. 3-ün indeksi nədir? 3. Bu cür normal qaydada işləyir. Aydın olmayan nəsə var bunlarla bağlı? Siyahı olsa bəs müəllim. Siyahı olsa indeks funksiyası işlətməlisən. Find-dan işlədə bilmərsən. Belə şeylərdə siyahının içində qoymağa ehtiyac yoxdur. Çünki birincisi odur ki, çox vaxt siyahının içində qoyanda sətirlə verməyi unutursunuz, sətir olmalıdır onlar. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bura çatanda ağlınıza gəlir ki, dırnaq qoymalıydım. Heç, bəzən o da unudulur. Vərəqdə yazırsınız axı kodu. Bunu eləyəndə bu əziyyətlidir də, həm dırnaqların qoy, həm vergülləri qoy arada. Gərək bunlar da dırnaqda olsun, belə hamısı. Bax, siyahını sətirlə o vaxt əvəz eləmək olur ki, düzdür, siyahı sətirdən daha inkişaf eləmiş tipdir. Amma sətri o vaxt siyahı kimi davrandırmaq mümkündür ki, siyahının içindəki elementlər bir simvolu olsun. Hazırda qarşımıza çıxan elementlər bir simvoldur. Ona görə də heç bunları sətr kimi verməyin də bir fərqi yoxdur. Belə də eləyə bilərsiniz. Çünki siyahı kimi də verəndə 10-cu indeksdə A yerləşir, sətr kimi də verəndə 10-cu indeksdə A yerləşir. Və indeks funksiyasını dəyişməyə ehtiyac yoxdur. İndeks sətirlərlə də işləyir. Bir sualınız var? İndi keçək onluq say sistemindən digər say sistemlərinə keçidə. İndi ədədi artıq n bərabər nə yaza bilərik? Int input yaza bilərik də, hə? İlk input yazılsın. Bəli. Onluq say sistemində olan ədəddir. Burada bölmə işləri falan aparacağıq. Yəni artıq while-la işləyəcəyik. Niyə while-la? Gəlin əvvəlcə sizə yenə 8 dillə nümunə gətirim. Bax, yazırıq. Deməli, bir ədəd götürək. 8 dil say sistemində 77. Yox, üstünə 3, 4, 5, 83. Məsələn, 83 ədədini götürək. Bu 83 ədədini böləcəyik 8-ə. Onluq say sistemindən 8 deyə keçirik. 83-ü 8-ə böləndə eləyir nə? 10. Və 80 çıxırıq. Olur 3. Bu 3 ədədin hansı rəqəmidir? Sonuncu. Son rəqəmi. Sonra onu bölürük 8-ə. Olur 1. Çıxırıq 8, 2. Ədədi artıq bildinizdə nədir? 1, 2, 3. Biz bura qədər işləyirik də bunu. Deyirik ki, o vaxta qədər işlə ki, alınan ədəd say sisteminin əsasından kiçik olsun. Biz burada nə edirik? Birinci cavabı, sonra da qalıqları yazırıq.
Bunu kompüterə belə başa salmaqda çətinlik çəkəcəksiniz. Əslində əsl işləmə yolu budur ki, heç belə deməyək. Biz indi tez işləmək üçün bu cür yanaşırıq. Tez cavab aldıq, hə, düz, 1, 2, 3. Əslində belə deməlisiniz. Cavab 0 alınana qədər böl. Bax, 83-dür, böl. 10-dur, böl. 1-dir, yenə böl. Bölürsən 8-ə, yəni burada artıq tam hissə 0-dır. 0 vurursan 8-ə, eləyir 0. Birdən də 0 çıxırsan, qalır 1. Artıq o bayaq cavab kimi görünən 1, indi nə kimi görünür? Hə, Qalıq kimi. qalıq kimi. Bu da artıq kompüterə asanlıq yaradır. Elə bütün rəqəmləri biz ona qalıq kimi təqdim edirik. Və bu da onda da kompüter onu, yəni alqoritmi daha rahat qura bilirik də biz onu. Bütün rəqəmləri qalıq kimi verəndə. Və nə vaxta qədər gedirik? Ədəd 0 olana qədər. Bu bizim yadımıza nəyi salır? While n böyüdü 0. Elə o ədədin rəqəmlərini tapma alqoritmi var idi. N faiz 10 filan. Hamısı buradan gəlir elə onun. Çünki 0 olana qədər bölürsüz deyə. Nə qədər ki, ədəd 0-dan böyüdü, böl. Yəni 83 böyüdü 0-dan, hə, 10 böyüdü, hə, 1 böyüdü, hə, böl. Və burada artıq siz ona yox 8-ə böləcəksiniz. 8-ə bölmədən alınan qalıqlar. 8-ə bölmədən alınan qalıqlar nələrdir? 3-dür, 2-dir, 1-dir, bax bunlardır. Bizə əlavə olaraq nə lazımdır? Biz sonda bu 1, 2, 3-ün bir-birinə yapışmasını istəyirik, birləşməsini istəyirik. Cavabın 1, 2, 3 alınmağını istəyirik. Onda belə bir S dəyişəni yaradırıq. Sizcə nə ilə başlayırıq? Boş Sətr. çoxluqdan. Boş çoxluq deməyək, boş sətr deyək. Bəli, boş sətr. Boş sətirlə başladırıq. Başlatdıq bunu boş sətirlə. Yaxşı, indi bununla olan işimizi birazdan görərik. Burada başqa nə məsələ var? Bu dövr alqoritmin sonsuz dövrə girməməsi üçün nə etmək lazımdır burada bir də? N bərabərdir n bölünsün 8. Bəli, n bərabər n2/8. Belə eləməliyik ki, o artıq növbəti dövrə 10-la getsin. Yəni R yaxşıdır, R oldu 83-ü 8-ə böldün, qalıq oldu 3. Sonra da 83-ü 8-ə bölüb tam hissəni alıb 10 alıb n-i dəyişmək lazımdır, 10 eləmək lazımdır. Belə getməlidir. Hə, bu formada gedəcək. Sonra 10-u 8-ə böləcək, qalıq 2 olacaq. Tam hissə 1, 1-i 8-ə böləcək, qalıq 1 olacaq, tam hissə 0. Bu formada gedəcək. İndi qalır məsələ nəyə? Bu S-i işlətməyə. S bərabər nə yazmalıyıq? Görəsən. Belə yazsaq, düz deyil. S bərabər S üstəgəl R yazsaq, düz deyil. Bunun adını R qoyuram, çünki rəqəm verir. Q də qoya bilərəm, çünki qalıq verir. Belə. Belə yazsaq düz deyil. Sətirlərin toplanmasında sətirlərin yerinin böyük əhəmiyyəti var. Belə yox, belə yazmaq lazımdır. SQ plus S. İndi görəcəyik niyə belə yazmaq lazım. İlk Q bizə nə verir? 3. Ha, bunu Q plus S də yazmaq olmaz. Ha, Q integerdir. İlk Q bizə 3 verir. STR 3 də verir, təbii ki, dırnaq içində 3. S də boş sətirdir. 3-ün üstünə boş sətir gələndə nə olur? 3 olur da. 3 olur. Olur S3. Ondan sonra növbəti Q nə verir bizə? 2. 2. Və onda STR Q də dırnaq içində 2 olur. S nədir? 3. 2, 3 Dırnaq olur. içində 3. İndi bunlar birləşəcək, 2, 3 verəcək. Artıq hiss edirik nə olacağını. Sonra növbəti Q nədir? 1. Növbəti qalıq 1-dir. STR Q dırnaq içində 1. S də nə olub? 2, 3 olub. İndi nə olacaq? 1, 2, 3. Bu artıq son dövrdür. Çünki n artıq 1 olanda 1-i 8-ə bölmədən alınan tam hissə 0 olur. 0 da 0-dan böyüdü yox. Bitir burada dövr. 1, 2, 3. Belə. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1,
Problem varsa deyin. Bax, işlədiyimiz üsuldan əsas fərqi oldu ki, 1 də 8-ə böldük, cavabı da 8-ə böldük, o biri də qalıq kimi verdik biz bura. Deməli, alqoritm budur. İndi onluqdan istənilən say sisteminə keçmək üçün bunu modifikasiya eləyək, dəyişək. Yenə bayaqki kimi, bayaqki kodları yazaq. Bunlar, elə bunun özün. Burada yazaq ki, hansı say sisteminə çevirəcəksiniz. Bunları qeyd elədik. Və bu dəfə nə edəcəyik? Nə dəyişiklik edəcəyik burada? Nəyin əvəzinə A yazırıq? 8-in yerinə A 8 əvəzinə Ali. 8-in əvəzinə A. Bunu sizə şablon kimi təqdim edirəm, amma adətən belə kod olmur. Yəni, sizdən kod istəyəndə deyirlər ki, 2-liyə çevirmənin kodunu yaz, 7-liyə çevirmənin kodunu yaz. Düz o olmuyor. Şablon kimi verirəm ki, sabah A-nın yerinə 2 qoyasınız və s. Sanki düstur kimi. İndi 16-lıq üçün filan işləmək üçün burada bir dənə digits adında dəyişən yaradırıq, sətir yaradırıq. Sətirdə bunlar var. Bayaqkından fərqi nədir? Bayaq artıq indeksləri bildik. Məsələ burada nədir? Burada bizə qalıq 10 gələndə biz istəyirik ki, bizə A versin. Sətir kimi. Bayaq məsələ bu idi ki, biz istəyirdik A olanda 10 versin. A-nın indeksini versin 10. Yəni biz sətirdə olan bir hərfin simvolun indeksini axtarırdıq. Ona görə indeks və ya find funksiyalarından istifadə elədik. İndi isə indeksə görə simvolu axtarırıq. Deyirik ki, 10-cu indeksdə olan simvolu ver. Onda STR2-nün əvəzinə nə yazarıq? Find. Find funksiyası simvolun indeksini axtarmaq üçündür. Səndə simvol yoxdur bu dəqiqə. Sənə gələn qalıqlar 10, 11, 12, 13 belə qalıqlar ola bilir. Düzdür? Hə, çaşdım, bəli. Mən məsələn nümunə kimi 60-ı bölürsən 14-ə, yox olmayacaq. 60-ı olacaq 14-ə, 16-ya böləndə 48. Deməli. Görürsən qalıq nə olur? 12. Sən gələn qalıq 12 olur və bunun cavabı 3C olmalıdır da. O 12-ni C kimi görməlisən. Yəni 12 gələndə 12-ci indeksdəkini götürməlisən. Onda nə yazırıq? 12-ni bizə Q verir. Digitsin içində Q-nüncü indeksdə olan simvol. Çox sadə. Digits kvadrat mötərizə Q. 12 olanda C-ni verəcək, 11 olanda B-ni, 5 olanda 5-i. Və bunun yaxşı tərəfi ondan ibarətdir ki, bunu bir də stringə çevirməyə ehtiyac yoxdur. Onsuz da siz stringin içindən götürürsünüz deyə. Digits 5 stringin içindən götürürsünüz. O 5 string kimi gəlir onsuz da. Digits 10. A verir bu sizə. Aydın olmayan nəsə varsa deyin. Müəllim, bəs 16-dan böyük bir say sistemi olsa, məsələn 32. Hə, onun üçün də bir əlavə edeyim bunları. İnanmıram versin, amma olsa əlavə edin. İndi biz 16-ya qədər olanları deyirik. İndi buna aid testləri verəcəm sizə. Onlara baxıb işləyərsiniz. Gələn dəfə izah edəcəm testləri.